Bugün sizlə səhər yeməyimi çəkəcəm. Burada mən adətən belə yeyirəm səhərlər. Gələk bıçaq götürərdim. Bunu kəsərdim. Birdən mən yumurtanı belə sevirəm. Adətən bunu da bunun üstünə qoyuram, amma bugün de belə yiyeyim. Burada var avokado, üstüne kavrulmuş küncüt çəkmişəm. Bir de kəsmirli pendir. Yumurtanın bu hissəsi, ağını belə çox sevirəm. Çox bomba olur. Bu da yulaf sütlü kofe. Azərbaycanda aldığım bio sütləri axırıncı dəfə qiyməti 13 manat idi. Badam sütü. Burada bizim bundan 3 manata belə tapmaq olur. Çox işlənir burada. Mən sadə sütü daha çox sevirəm əslində. Nə mənada? Öz inək sütümüzü. Amma bəzən məndə yuğ yaradır. Ona görə də yumurta çox dadlıdır. Mən yemək barədə elə insanam ki, gedib dünyanın o bir ucunda da yaşaya bilərəm. Öz ağız tadıma uyğun nəsə tapacağım. Salfetka unutmuştum. O vaxt eşidirdim ki, deyirlər ki, kofeye bağımlılıq da. Bilmem ne? Ümumiyyətlə mən belə bağımlılıq kimi xasiyyətim yoxdur, heç nəyə bağlanmıram. İnsanlar da daxil. Amma indi başa düşürəm ki, o düzdür. Kafein olduğu üçün tərkibində bədən başlayır tələb eləməyə. İstəyirəm içim. O vaxt Bakıda uşaq olanda da həmişə içirdim. Amma onların nə kafeini var idi? Üçü birində. İndi isə
Bunlar daha yaxşısıdır və bağımlılıq yaradıb məndə. Bu mənim yumurta yemək formamdır. Birinci ağlarına, bu sarısına. Bir de bu çöreğin üstüne bitibuşa. Bunu əlavə edirəm. Çox tatlı olur. Gəlin bunu bura qoyaq. Yumurtanın sarısını sevirsiniz. Yoxsa ağını. Mən görürəm bəzi insanlar yumurtanın sarısını yemir. Mən isə o böyle yumurtanın ağını, sarısını yemək üçün yiyirəm. Stəkanın içine, boğazımda qaldı. İçine baxın, güldü. Qutarımı göstərəcəm. Bugün şeytanın ayağını qırıb idmana başlayıram yenidən. Biraz vaxtımı ona sərf edeyim. İçindən bir 40 dəqiqə keçsin yeməyin. Edelim. Böyle videolarımı beğeniyorsunuzsa dəstək olun, daha çox çəkim. Komment yazın, podpiska olun, abunə olun. Nə bilin, baxın da. Gözünün içini göstərmək üçün dayanmışam. Saçımı belə daramamışam da yəni. Görün, nə gözəldir. Hər şeyin ən yaxşısını özünüz üçün edin. Nə olsun ki, tək oturmusunuz yeməyə. Öpürəm sizi.